rəngli portağalların, xüsusilə İrandan gətirilən portağalların satışda olduğu ilə bağlı məlumatlar artıq kütləvi media vasitələrində də yayıldı. Yenə aidiyyatı qurum belə portağalların olmadığını bildirsə də bir neçə gün sonra təəssüflə qeyd etdi ki, bəzən qarışaraq belə məhsullar da satışa çıxır. Amma nəzərə alaq ki, sosial şəbəkələrdə yayılmışdı. Bəli, üstündə rəngi çıxırdı və təbii ki, o Citrus Red 2 rəngidir, çox zərərlidir. Bir çox ölkələrdə, xüsusilə Amerikada, Avropada bu tamamilə qadağan olunmuş bir rəngdir. Bəli, marketinq hiləsindən istifadə ediblər və eyni zamanda da İrandan bildirilmişdi ki, bu il onlarda susuzluq olur, daha yaxşı yetişməyib mövsümünə görə. Kal şəkildə dərildiyinə görə daha o cəlbedici görünməsi üçün bu rəngdən istifadə olunub. Ancaq bu rəngdən istifadə olunub, bu insan orqanizmi üçün zərərlidir və bir çox insanlar portağalı immun sistemi güclənsin deyə sitrus meyvədir qəbul edir. Özü də vitamini qabığındadır. Bəli, əksər hallarda da onu yumadan istifadə edirlər və yaxud qabığını soyulsa belə, oradan yenə də o rəng onun daxilinə keçə bilir ki, bu da birbaşa olaraq orqanizmi zərərləyir. Ona görə mütləq şəkildə istər qida qabları alarkən, saxlayarkən, bişirərkən bu məqamlara mütləq diqqət olunmalıdır.